fərqi yoxdur hansı qaydadan söhbət gedir. O qaydanı necə, yəni tərifini əzbərləmək lazım deyil də. Bu qayda bu deməkdir. Məsəl üçün present simple indiki zaman, present continuous indiki davam edici zaman və s. Bu şəkildə sən sadəcə qaydanın özünü əzbərləyəcəksən. Və o harda necə işlənir bilməyəcəksən. Bu good və well da hər ikisinin tərcüməsi yaxşı deməkdir. Düzdür? Okey, biri sifətli, biri zərfli falan. Düzdür, əgər ki, məsəl üçün, Azərbaycan dilində qayda yaxşı bilən biri üçün problem deyil, elə də yadında saxlayacaq. Amma tərif olaraq yadda saxlamadı. Yəni, bu riyaziyyat düsturu deyil axı. Sadəcə bu şəkli yadına saxla ki, okey, hər hansı bir hərəkəti yaxşı olacaqsa, mən orada well işlədəcəm. Əgər bir hərəkət yox, bir insan, bir əşya, nəsə başqa bir şey, yəni hərəkətdən söhbət getmirsə, bir insan mı yaxşıdır, bir əşya mı yaxşıdır, bu zaman mən orada good işlədəcəm. Yaxşı? Okey? Aha, indi bir dənə good və well'in hərəsini biz ayrı-ayrı bir 5 cümlədə işlədək. He is good boy. Okey. Oldu. Biraz bəlkə danışma, sən tam olaraq eşitmirəm. Orada nə danışırsan, başa düşmürəm. Özümə danışırım. Bəs danış, mən eşidim də. She don't play futbol. Bax, birinci don't yox, orada doesn't olacaq idi. Və doesn't-dan sonra hərəkət gələcəkdir, düzdürmü? She doesn't play football well. Aha. İndi bir dənə məsəl üçün deyək ki, o yaxşı rəqs eləyə bilmir. O yaxşı rəqs eləyə bilmir. She doesn't dance well. Dance well. Bəs çox yaxşı sözü necə deyərsən? Çox yaxşı. Very well. So well çox da elə işlənəcək bir şey deyil, amma very well daha yaxşıdır ki, birinci dediyin daha düzdür. Yəni, okey, so da çox deməkdir, very də çox deməkdir, bir-birlərini əvəz eləyə bilirlər falan da. Amma burada çox da yaxşı çıxmır. Very well daha yaxşıdır. Yaxşı mı? Okey, keçək.